Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli uğurlu olsun. Bugün çox önəmli bir dərsimizdən qarşı-qarşıyayıq. Complete the sentence, cümlə tamamlama dərsi. Əslində, belə deyək, burada oxunası şey çox deyil, amma əzbərlənəsi şey çoxdur. Buna çox fikir verin, hər bir cümləm bir imtahan sualıdır. Başlayaq ilk öndə nəzəriyyəni tanış olaq, görək fərqli bir şey varsa anında müdaxilə edəcəm. Cümlə tamamlama mövzusunda iki mürəkkəb cümlə bizlə işləyəcəyik. Tamamlıq budaq cümləsi, təyin budaq cümləsi. Yoldaşlar, yaxşı olardı ki, mürəkkəb cümlə dərsinə baxasınız, daha sonra bu dərsə baxasınız. Əgər belə eləsəz, zaten mürəkkəb cümləni bilən adam bunu, yəni %100 çox rahat başa düşür. Çünki eyni dərsdir. Sadəcə fərqli məqamları var. Fərqli. Deməli, tamamlıq budaq cümləsinə cümlənin tamamlanması. Başlayaq. İki cümləni birləşdirən ikinci cümləyə sual formasında ola bilməz. Çünki sualın göstəricisi cümlənin içində deyil, cümlənin əvvəlində olur. Yəni, mübtəda əvvəldə köməkçi və ya modal feil sonra gəlir. Yoldaşlar, mən bunu necə izah edərdim? Baxın, bu nə deməkdir? Cümlə bizə nə demək istəyir? Demək istəyir ki, iki dənə cümlə var və biz buna mürəkkəb cümlə deyirik. Bu cümlənin biri baş, biri budaqdır. Və burada çox ehtiyatlı olun. Başla budağı seçməlisiniz. İndi sual verəsiz ki, biz nə bilək ki, baş hansıdır, budaq hansıdır? Yoldaşlar, bağlayıcıdan sonra gələn cümlə budaq cümlədir. Bağlayıcı varmı? Bundan sonraki cümlə nə oldu? Deməli, bu budaqdır, bu budaqdır, bu budaqdır, bu budaqdır. Fikir verirsinizsə, deməli, bəzən belə olur da, bağlayıcı işlənməyə də bilir. Təbii ki də, I wonder, mənə maraqlıdır. Yəni, ana fikir harada ifadə olunursa, yəni budaq cümlə, baş cümlə nə idi? Bir növ əlavəsi kimi. Ana fikir başda izah olunur, onun da davamı budaqda gedir. Ən yaxşı yolu bağlayıcıları tapmaqdır. Bağlayıcıdan sonraki cümlə olur nə? Budaq cümlə. Və belə deyək də, ana qayda gəlir. Qızıl qayda. Budaq cümlə sualda heç zaman olmaz. Bir daha, budaq cümlə sualda heç zaman olmaz. Nə deməkdir bu? Mübtədanın, indi çevirək bunu ikinci bir formata. Mübtədanın önündə köməkçi feil, modal feil olmaz. Bu sizin ana qaydanızdır. Bir-iki dənə də xırda qayda var, 3-4 dənə. Bu dərs yekunlaşdı, bitdi. Ana qaydamız budur. Mübtədanın önündə köməkçi feil olmaz. 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 Qaldı cavab nə? Y variantı. Görün, nə qədər vaxtım getdi. Maksimum qaydanı bilsən, 3 saniyəlik bir test tipidir. Bu qədər sadə. Fikir verin, mübtəda götürüb qarşısına yazıb. Köməkçi feillər və modal feillər. Olmaz. Bağlayıcıdan sonra mübtəda gəlməlidir. Sonra davam elə geçsin. Nəqli cümlə olmalıdır. Bu qədər sadə. Məsələ bitmişdir. Yəni, yenə də deyirəm, bu dərsin bir ana qaydası var. Bir də 3-4 dənə bala qaydası var. Bildinsə, bitdi yəni məsələ. Gəldim bura. Ask, wonder, want to know. Özündən sonra zət istəmir. İstisnasız. Ask, wonder, want to know. Üstə gəl, zət olmaz. Deməli, bu, bayaq dediyim budaq cümlə sualda olmaz. Ana qaydadır. Keçdim indi xırda bala qaydalara. Birinci bala qaydamız budur. Ask, wonder, want to know. Özündən sonra zət istəmir. Yazdım. Əsas qayda, sonra köməkçi qayda. Köməkçi qayda kimi bunu qeyd elədim. Yoldaşlar, burada bir dənə nüans var. Want to know başqa şeydir. Know başqa şeydir. Want to know-dan sonra that gəlməz. Amma I know that, mən bilirəm ki, deyə bilərəm. Now-dan sonra gələ bilər. Amma want to know-dan sonra gələnməz. Baxın, ayrı şeylərdir. Zaten burada da qeyd edib, fikir verin. Everybody knows that, deməli, hər kəs bilir ki, that nədir? İşlənə bilər. Yeri gəlmiş orada knows olmalıdır, təkdə olmalıdır. Niyə? Çünki törəmələrimiz xəbəri nə edə istəyir? Təkdə istəyir. Davam eləyək. Cümlə tamamlama dərsi. Deyir ki, cümlə tamamlama mövzusunda mübtəda xəbər düzgün işlənməsinə fikir vermək lazımdır. Cümlədə əvvəlcə mübtəda sonra xəbər gəlməlidir. Bayaqdan dediyimiz bir şeydir. Xəbər mübtəda ola bilməz. I want to know where leads the road. Bu xəbərdir axı, bu necə gələ bilər? Deməli, nəqli cümlə nə ilə başlayır? Mübtəda ilə. Elə mən də başlayayım da. Mübtəda, sonra nə gəlir? Xəbər. The road leads. Mübtəda, xəbər. Məsələ bitmişdir. Gəldim, bu başı bəlalı mövzudur.
İminli bax bu. When what time. Yoldaşlar bunu zamanda da deyirik, mürəkkəb cümlədə deyirik, cümlə tamamlamada deyirik. Da bunu hər yerdə deyirik. Yenə də suallarınız yaranır. When what time. Heç bir qaydanın içində hansı başlıq altına düşürsə düşsün, indiki bitmişdən olmaz. Həfə üstə gəl paspultu. Baxın ha, bu özəl bir qaydadır. When ilə have paspultu olmaz. What time ilə have paspultu olmaz. Məsələ bitmişdir. Deməli, ikinci nəyimdir bu mənim? At qrup qaydamdır. Yəni, Laurel ilə desək, bala qaydası. Bir dənə anamız var idi orada. Niyə, nə üçün? Digər bir bala qaydası. Niyə, nə üçün sözləri? Why, what for? Yoldaşlar, why olan cümlədə for olmaz. Why olan cümlədə for olmaz. Bəs necə yaza bilərəm? Why bərabərdir. Mənim elə ki, buradan can alıcı bir dənə sxemin budur. Why bərabərdir what for. Mən məsələn sizin yerinizdə olsam neyinərəm? Videoya baxıram, qeyd aparıram da, düzdürmü? Ana qaydanı yazdım, sonra bala qaydaları yazıram. Yazıram məsələn 3 nöqtə. Why üstə gəl for. Forun üstünə xət çəkirəm, bərabərdir what for. Məsələn belə. Why üstə gəl for. Xət çəkdim. İminli forun üstündən bərabərdir what for-a. Why üstə gəl for. For orada vurğulayardım. Aydındır? Bu qədər sadə. Aha. İkinci cümlə sual cümləsi olarsa, yəni budaq cümlə sual cümləsi kimi çıxış etməlidir, məcburidir. Amma bir yandan da deyirəm ki, budaq cümlə sualda olmaz axı. Tərcümə məndən onu tələb edir ki, mən sənə sual verirəm. Amma bir yandan da qayda deyir ki, sən budaq cümləni sualda işlədə bilməzsən. Bəs nə etməliyəm? Bax, bunu etməliyəm. Əgər sənin budaq cümlən sual verirsə, məcburiyyətdən sualda işlənirsə, mütləq şəkildə if və whether bağlayıcılarını işlətməliyik. Deyəsiniz ki, axı, ifin tərcüməsi əgərdir. Xeyr, yoldaşlar, şərt budaq cümləsində, ifin tərcüməsi əgərdir. Amma mən gəldim ikinci təyin və tamamlıq budaq cümləsinə, if tərcüməsi m-mi-mu-müdür, sinonimi whether'dir. İkisi də eyni şeydir. M-mi-mu-mü. Baxın, fikir verin bura. I wanted to know, mən deyir, bilmək istəyirəm. They will invite us. Onlar bizi dəvət edəcək. Fikir verin, mən bilmək istəyirəm, onlar bizi dəvət edəcək. Yəni, bu, onlar bizi dəvət edəcək cümləsi nəqli ola bilməz də. Yəni, mən bilmək istəyirəm, mən nəyi bilmək istəyirəm? Mənə dəvət edəcək, yoxsa yox. Deməli, avtomatik olaraq bu sualda olmalıdır. Amma bir yandan da yaza bilmirəm axı. Fikir verin, ən gözəl yolu. If they will invite us. Onlar bizi dəvət edəcək mi? İstəyirsən whether yaz, problem deyil. Dəvət edəcək mi? Məcburən sual cümləni bununla əvəzləyirəm. Yəni, daha durub burada will-i qabağa gətirmirəm. Təbii ki, bu versiya yanlışdır. Bağlayıcım yoxdur, yanlışdır. Mən burada nə yazmalıyam? Ya if, ya da whether yazmalıyam. Bu qədər sadə. Burada belə bir qayda var. Bir dənə buna fokuslanaq zəhmət olmasa. Əgər siz bu videoya baxırsınızsa, siz zamanın da videosuna baxmışsınız deməkdir. Uzlaşmanın da videosuna baxmışsınız deməkdir. Söhbət zamanların uzlaşmasına gedir. Mürəkkəb cümlə videosuna da baxmışsınız deməkdir. Və oradan anlayışınız var, gəlib köklənir bura. Bizə nə demək istəyir? Deyir ki, when və if bağlayıcıları tamamlıq budaq cümləsində işləndikdə onlardan sonra gələcək zaman işlənə bilər. Deyəsiniz ki, bunu niyə belə seçib yazıblar ki? Niyə görə yoldaşlar? Biz zaman dərsini keçəndə orada 16 zamandan sonra, izah edəndən sonra bizim orada sequence, yəni zamanların uzlaşma dərsi var. Yəni mürəkkəb cümlədə zamanlar. Deməli, indikini indiki zaman olmalıdır, keçmişdən keçmiş zaman olmalıdır və ən əsas bağlayıcılarla, məsələn, when-dən sağda indik sadə olar, keçmiş sadə olar. When-dən sağda indik sadə yazmışsansa, bu tərəfdə indik sadə olmalıdır. When-dən sağda keçmiş sadə yazmışsansa, bu tərəfdə keçmiş sadə olmalıdır. When-dən sağda gələcək zaman olmaz. If-dən sağda gələcək zaman olmaz. Deməli, bəs orada dedim gələcək olmaz, burada dedim gələcək olar. O necə oldu ki? Deməli, burada bizim unutduğumuz bir məqam var. Və onu aydınlaşdıraq. Bu boyda cümlədə iki dənə şeyin altına xət çəkdim. Zaman budaq. Gəldim bu hissəyə, gəldim. Deyir ki,
Fikir verdiniz? Yoldaşlar, bizim zamanları uzlaşdırma məcburiyyətimiz, yəni bu indikidirsə mütləq indiki verməliyim, keçmiş verə bilmərəm. Bu məcburiyyətimiz bu budaq cümlədədir. Zaman. Amma cümlə tamamlıq budaq cümləsidirsə, cümlə təyin budaq cümləsidirsə, mənim belə bir məcburiyyətim yoxdur. Məntiqi tərcümə nəyi gərəkdirirsə onu da yazmalıyam. Məsələn, gəldim bu tamamlıq budaq cümləsinə. V-dən sağda gələcək olarmı? Belə olar. Baxaq bura. Some ask when they will help me. Onlar necə bizə kömək edəcəklər. Aha, when var. Daha doğrusu kömək edəndə. When var. When burada and mənasındadır. Amma gələcək var. Necə olur bu? Yoldaşlar, bu tamamlıq budaq cümləsidir. Bir de deyə bilərsiniz ki, biz necə bilək bu tamamlıq budaqdır, bu təyin budaqdır. 5 şey, baş cümləni oxuyuram, tərcümə edirəm və sual verirəm. Sam soruşdu, nəyi? Şurada nəyi sualdır tamamlığı. Məsələ bitmişdir. Deməli, zaman budaq cümləsində when gələcək məsələsi olmaz, amma söhbət ifdən gedir. İfdə də şərt budaq cümləsində olmaz. Amma tamamlıq budaq cümləsi olarsa, bəli, işlənə bilər. Buna fokuslanırsınız. Bu məsələ bu qədər. Fikir verirsiniz, adi bir toxunuş hər şeyi bizə necə aydın eləyir. Aha, who, what həm mübtədanın, həm də tamamlığın sual əvəzliklə olduğu üçün bunlardan sonra ya xəbər, ya da mübtəda gəlir. Və who, what-da mübtədanın sualı sözləri kimi işlənirsə, onlardan sonra xəbər və kömək sifəyi gələ bilər. Burada bizə siz nəyə demək istəyir? Demək istəyir ki, yoldaşlar, biz deyirik ki, I want to know baş cümlədir. Bunlar budaq cümlədir. Hardan bildim? Bağlayıcı, 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 bağlayıcı. Bunlardan sonra cümlə gəldi mi? Deməli, bunlar bağlayıcıdır. Budaq cümlədir. Okey. Budaq cümlə sualda olmaz. Do qabağa gəlib, ar qabağa gəlib, ar qabağa gəlib, did qabağa gəlib. Deyirsiniz ki, burada da ar qabağa gəlib. Yoldaşlar, bizə onu demək istəyir ki, burada who ilə what. Əgər mübtədanın sualıdırsa, zaten bunun özü, who ilə what-un özü birbaşa mübtəda olur. Ondan sonra xəbər gəlir. Yəni, burada ayrıca who-dan sonra mübtəda işlətmir. Məsələn, venə baxın. Burada ayrıca mübtəda var. Native Americans, düzdürmü? Bu mənim mübtədamdır. Niyə? Çünki when mübtədanı təyin etmir. Yəni, mübtəda budur, bu da zamanını bildirir. Bu əgər mənasında, bu da və hara mənasında. Amma burada mübtəda var axı. Who. Who mübtədanın yerində oturub. Bu mübtədadır. Mübtədadan sonra nə gələr? Xəbər. Bax, mübtəda budur, xəbər də budur. Məsələ bitmişdir. Buradakı Native Americans isə mübtəda deyil. Fikir ver, bax burada Native Americans live. Sonra gəldim, they, aha bax, ar qabağa keçir. Bax, mübtəda budur. They, mübtəda budur. Native Americans live. Fikir verirsiniz, mübtəda var, mübtəda var, mübtəda var, mübtəda var. Bəs burada hanı? Native Americans burada mübtəda deyil axı. Mübtəda onun ta kendisidir. Ona görə who are görə bilərəm. Burada tamam, onu təyin budaq cümləsini izah edərəm, tam aydın olsun deyə. Cavabımız oldu nə? D variantı. Yəni, bir toxunuş hər şeyi həll edir. Gəldik ki, zamanın qaydasına. Biz öyrənmişik ki, indiki ilə indiki uzlaşdırılır, keçmişdən keçmiş. Amma indi öyrənəcəyik ki, indiki ilə keçmiş uzlaşa bilir. Necə? Tamamlıq budaq cümləsində birinci cümlə, yəni baş cümlə indiki zamanda olarsa, ikinci cümlə, yəni budaq cümlə. Mən baş budaq cümlə deməyi daha üstün tuturam. Niyə görə? Birinci, ikinci cümlə deyəndə belə bir yanlışlıq eləyə bilərəm. Başla budaq cümlə yerlərini dəyişə bilir. Yəni, dəyişsə, bütün aləmi vuracam bir-birinə. Amma mən indidən, yəni ibtidaidən mənimsəsəm ki, bu başdır, bu budaqdır, yeri nə qədər istəyən dəyiş. Çaşa bilmərəm. Deməli, baxdım bura. Bağlayıcıları gördüm hamısında. Görürəm ki, bu indiki zamandır, amma bu keçmişdir, bu indikidir, gələcəkdir, keçmişdir. Ola bilərmi? Böyle ola bilər. Niyə olmasın ki? Axı, bu zaman budaq cümləsi deyil. Mənim məcburiyyətim zaman budaq cümləsindədir. Bu qədər sadə. Məsələ bitmişdir. Bir dənə fikir verin nəyə? Bu indiki zaman olub, burada keçmiş bitmiş və keçmişə nəzərə gələcək zaman ola bilməz.
İki dənə bu istisnam var. Hə, keçmiş sadə işlətdim. Keçmişə deməli keçmiş daimici işlədərəm. Amma keçmiş bitmiş və keçmişə nəzərən gələcək zaman bu sıxıntılıdır. Bir dənə bu hissəni əzbərləyin. Aydındırmı? Deməli indikini keçmişdən uzlaşdırdım. Amma bax burada bir amma çıxdı üzə. Amma baş cümlə keçmiş zamandadırsa, deməli mən normalda indiki zamanda belə bir sual verirəm. I ask where they went last week. Onlar keçən həftə hara getmişdi. İndi söhbət edirəm bir adamla. Baş cümlə nə deməkdir? Ana fikrin yükləndiyi cümlə. Ana fikir bura yüklənib, söhbət edirəm, soruşuram. Amma onlar da istirahətə keçən həftə gedib. Keçən həftə olan şey indi soruşuram. Baxın, keçən həftə olan şey indi soruşuram. Yəni indikini keçmişi uzlaşdıra bildim. Problem ondadır ki, əgər ünsiyyətim keçmişdə, ana fikir, yəni ünsiyyətim keçmişdə başlayıbsa, mən bu cümlə indikidə necə deyə bilərəm? Deməli, orada məqam var. Baş cümlə keçmiş zamandadırsa, budaq cümlə sadəcə keçmiş zaman formaları və keçmişə gələcək zaman ola bilər. Ana fikir keçmişlə, yəni ünsiyyət keçmişdədir, o indikiyə gələ bilməz. Bayaqkında isə mən indi bir adamla söhbət edirəm. I ask, soruşuram. İndiki zamandır. Hansı hadisəni? Keçmişdəkin. Amma mən keçmişdə soruşmuşdum. Dünən soruşuramsa, mən dünəndən bugünə gələ bilmərəm. Deməli, baş cümlə keçmişdirsə, bunlar da keçmiş olmalıdır. Düzdür. Səhvdir. Will gələcək, live indik sadə, indiki də, daha doğrusu bu are going deyə, to be going to ifadəsi. Yazılış indiki davam edici oxşuyur, amma zaman nədir? Gələcək planlaşdırılmış zamandır. Aydındır? Yəni bunlar üçü də təbii ki də səhvdir. Buna odaqlanın. Gəldim bu hissəyə. İkinci hissə aid testlərdə təyin budaq, indiyə qədər tamamlıqdan danışdım, indi isə keçdim təyini. Təyin budaq cümləsi ilə verilərsə, bağlayıcıların işlənmə qaydası aşağıdakı kimidir. Nə? Nöqtədən qabaq insan gəlibsə, bizə dəqiqə bunu bir baxın. Nöqtədən qabaq insan gəlibsə, who, whom, whose, that. Nə deməkdir? Zaten who yaza bildiyin yerə zət yaza bilirsən. Yəni, zət who-nu əvəzləyə bilir. Yoldaşlar, biz bunu which-də də işləyəcəyik. Which yaza bildiyin yerə zət də yazırsan, who yaza bildiyin yerə zət də yazırsan. Yəni, bu hər ikisini əvəzləyir. İndi gəlin, baxaq görə bunlar arasındakı fərq nədir? Nöqtədən qabaq insan gələrsə, nöqtədən sonra, baxın, bu boşluqdan sonra xəbər gələrsə, who yazıram, who yaza bildiyim yerə zət yazıram. Nöqtədən qabaq insan gələrsə, nöqtədən sonra mübtəda gələrsə, who yazıram, whom yazıram, zət yazıram. Bu who'sun bir dənə qaydası var. Bunu yaddaşınıza vurun geçsin. İstəyir complete sentence dərsi olsun, istəyir mürəkkəb cümlə dərsi olsun. Nə olursa olsun, sual cümləsi olsun, hər yerdə var. Qabağımıza çox çıxacaq. Bunun bir dənə qaydası var. Özündən sonra mütləq nəyi qoru? Who'dan sonra isim gəlməlidir. Gəlməsə səhvdir. Testlərin özəlliyi budur. Who'dan sonra isim yazmır. Gözünü yum at geçsin. Sənə maraqlı deyil, bu sualdır, bu mürəkkəbdir, bu cümlə tamamlamaq. Gözünü yum, at geçsin. Who'dan sonra isim olmalıdır. Bu qədər sadə. Deməli, insanlar gəldi nöqtədən qabaq. Nöqtədən sonra isə xəbər olsa who zət yazdım, mübtədə olsa who, what, whom yazdım. Bir də ümumi isim gələrsə whose yazdım. Ən sadə yollarından biridir. Aha. Əgər nöqtələrdən əvvəl cansız isim gələrsə nə olacaq? Nöqtədən qabaq cansızdırsa which yazıram. Which yaza bildiyim yerə zət də yazıram. Bu qədər sadə. The way which leads. Burada bir dənə məsələdir. Nədir? Yoldaşlar, bu the way təkdədir. Bu təkdədirsə bağlayıcı özündən qabaq gələn ismi təyin edir. Yəni, aydınlaşdırır. Ona aid. Amma way təkdədirsə, which də təkdədir. Which təkdədirsə, bu da leads də təkdə olmalıdır. Deməli, choose a correct sentence kimi bir başlıq altına düşə bilər. Mən də fikirləşirəm, məsələn, yazır ki, the way, which, lead. Yanlışdır, leads olmalıdır. Bu qədər sadə, yəni, başqa bir şey yoxdur. Aha, bayaq dediyimiz məsələ, that həm canlıdır, həm cansızdır. Niyə? Çünki həm bunu əvəzləyir, həm which əvəzləyir. Burada nə var ki?
Whose həm canlıdır, həm cansız. Okey, başım gözüm üstünə. Hə, whose'un önəmli bir nömrəli qaydası whose'dan sonra isim olmalıdır. Bitdi. Gəldim ikinci önəmli bir qaydaya. İkinci önəmli bir, hamısı önəmlidir. Yəni bunlar hamısı bir test sualıdır, bir imtahan sualıdır. Yoldaşlar, votu qaraldım. Mən də biraz da pafos yükləyirəm. Ey yoldaşlar, isimdən sonra vot gəlməz. Məsələn, belə bir düstur yaza bilərəm. İsim, üstə gəl vot. Bitdi. Bu boyda qaydalı feillərin hamısı, belə deyək, qaydalı cümlə zat hamısını buna çevirdim. İsim üstə gəl vot ola bilməz. İsimdən sonra vot gələ bilməz. Məsələ bitdi. Aha. Əslində biz izaha qulaq asandan sonra deyirik ki, bu sadəymiş, burada nə var ki? Yenə deyirəm, gözdə böyütməyə lazım deyil. Yəni, əsas necə oxuduğundur. Əgər nöqtədən sonra mübtəda varsa whom, who, whom, that, which bağlayıcıları atıla bilər. Yəni, atıla bilənlər bunlardır. Deyərsiniz ki, başqa şey varmı ki, atıla bilməyəm? Bəli, where var, when var, bunları ata bilmərəm. Aydındır. Özə gör nə deyir? Əgər nöqtələrdən sonra mübtəda varsa, bu o deməkdir ki, baş və budaq cümlənin ayrı-ayrı mübtəda xəbəri varsa, mən o zaman bağlayıcıları ata bilərəm. Bunun mübtədası xəbəri, bunun mübtədası xəbəri. Var hər ikisinin ayrı-ayrı. O zaman ata bilərəm. Buyurun. Desəz ki, birdən V-ni işlətməsə, met yazsa, V olmasa, təbii ki, ata bilməzsən. Çünki sən ata bilməyin üçün hər iki şərt ödənməlidir, məcburi. Onun da mübtəda xəbəri, bunun da mübtəda xəbəri olmalıdır. Olmasa ata bilməzsən. Bəs nələri atdın? Who, whom, what, daha doğrusu that, which. Bunları ata bilərəm. Gəlin digər önəmli məqama. Əgər cümlədə reason sözü varsa, əgər cümlədə cause sözü varsa, gözümüzü yumuruq, nə yazırıq? Why. Bitdi. Bayaq dedik ki, why olan cümlədə for olmaz. Bəli, doğru dediniz. Why olan cümlədə for olmaz. What, əgər cümlənin sonunda for yazsa, mən nə yazmalıyam? Məsələn, cümlənin sonu fordur. Başında nə yazmalıyam? What yazmalıyam. Why bərabərdir what for-a. Davam edirik. Əgər nöqtələrdən əvvəl yer bildirən isim gələrsə, V yazacam. Qeydimizə bir dənə baxın. Təyin budaq cümlələrində V özündən sonra mübtəda tələb edir və bu zaman V-ni ata bilmirəm. Qısaca, V-ni ata bilməzsiniz. Mütləq V burada işlənməlidir. V-ni ata bilməzsiniz. Mütləq V burada işlənməlidir. Gəldim bura, burada nə var? Nöqtədən qabaq zaman bildirən isim gələrsə, yəni söz varsa, orada V-ni işlətməliyəm. Bəli, isim varsa, daha doğrusu zaman bildirirsə V-ni işlədəcəm. Bayaq dediyim bura aidmi? Bəli, V olan cümlədə hansı qayda olursa olsun bizə heç bir aidiyyəti yoxdur. V olan cümlədə, what time olan cümlədə indiki bitmiş qoymuruq. Bu qədər sadə. Burada bir dənə nəyimiz var? Təyin budaq cümləsində bağlayıcılardan sonra xəbər gəlirsə, həmin xəbər bağlayıcıdan əvvəl gələn isimlə uzlaşır. Bayaq dediyim məsələ, bağlayıcı özündən əvvəl gələn isimlə bərabərdir. Deməli, A bərabərdir B-yə. Sonra gəldim nəyə? Bağlayıcı özündən sonra gələn xəbərlə də bərabər olmalı. B də bərabərdir C-yə. Deməli, burada üçlü bir dənə uzlaşma var. A B-yə bərabərdir, B də C-yə. Novels cəmdə, with cəmdə, with cəmdə, have də cəmdə. Bu qədər sadə. Burada nə var ki? Testlərdə nə edəcəklər? Buna həz yazacaq. Yanlışdır. Bir də, nə oldu belə? Bir dənə buna diqqətlə fikir vereyim. Bir anlığa baxdım, 90 şəklini oxşadı. Deməli, davam edirik. Son hissəndə deyirik, bitiririk. Təyin budaq cümləsində bağlayıcılardan sonra xəbər gələrsə, feili sifət tərkibi ilə belə cümlələri qısalda bilərik. Demək istəyir ki, ey əziz yoldaşlar, bunu burada yazmaqdansa, mən bunu belə yazıb məsələni bağlaya bilərəm. Deyir ki, those are the pictures which were painted by him. Hansı ki çəkilmişdir onun tərəfindən. Mən bunu necə qısalda bilərəm? Heç bir şey. Those are pictures, burası eynidir. Bir dənə götürdüm, feil sifətinə yazdım. Painted by him. Vörə atdım, feil sifətinə yazdım. Onlar tərəfindən çəkilmiş olan şəkillər. Məsələ bitmişdir.
Yəni deyir ki, mən bunu belə qısaltsam, deməklə ki, ey test, sən səhvsən. Səhv zat deyil. Aydındır. Tam da doğrudur. Yoldaşlar, videoya mütləq şəkildə əgər nəyinsə başa düşmüşsə, bir daha geri çəkin, önə alın. Bizi izləmədə qalın, digər qaydaların və testlərin izahından xəbərdar olmaq üçün. Sağ olun, Allah'a əmanət.